mənim fikrimcə, siz harada xalqınıza və Millətinizə. vətəninizə, millətinizə xeyir gətirirsə, orada da olmalısınız. Məsələn, misal üçün, bu uzaq şərqdə, bu Yaponiya, Koreya, Çin və ilaxır. Bunların bütün bu müvəffəqiyyətləri onların içəridəki alimlərinə gəlməmiş. Bunlar hamısı yurt dışından olan alimlərin müvəffəqiyyətləridir. Anladınız mı? Bəli. Orada müxtəlif yolları var bunların. Müxtəlif yolları var. Birinci yol, o universitetdə çalışanlar, elmi mərkəzlərdə çalışan öz həmvətənlərini ora cəlb edirlər. Çox oxudurlar, onlar yeni qayıdır yenə. Mən bu 30 ildə Azərbaycandan, öz vətənimizdən, Cənubi Azərbaycandan, Türkiyədən, Gürcüstandan çox tələbə gətirib oxutmuşam. Həm Alabamada, həm də Qayıdıblar Meksika ştatında qayıdıblar vətənə. Bəzən qalanlar da olur.